Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycan əraziləri xilafətin tərkibində. Görək, nələr baş verəcək. Xəlifə Əbu Bəkir, deməli, Ərəb xilafətində xəlifə 632-634-cü ildə hakimiyyətdə olub. Yəni, 2 ildən biraz çox müddətdə hakimiyyətdə olub. O 633-cü ildə İraqı işğal edir, sonra Şamı işğal edir. İraq, Şam bir yerdə tutulur. Bundan sonra istiqamət haradır? Sasanilər imperiyası. Sasanilərin üzərinə hücuma keçir. Kim? Xəlifə Əbu Bəkir. Bu zaman Azərbaycanda Sasanilərin tabiçiliyində də olsa, deməli, Albaniyanı idarə edirdi Varaz Qriqor. Bunu demişik. Kim idi? Cavanşirin atası. Oğlu Cavanşiri Sasanilərə köməyə göndərir. Kimə qarşı? Ərəblərə qarşı. Deməli, Ərəblərlə Sasanilər arasında 636-cı ildə Kadisiyyə döyüşü olur. Kadisiyyə döyüşü. Kadisiyyə döyüşündə Ərəblər qalib gəlir, Sasanilər məğlub olur. Həmin döyüşdə kim iştirak edirdi? Cavanşir, hökmdarın oğlu, yəni Varaz Qriqorun oğlu Cavanşir iştirak edirdi. Cavanşir göstərdiyi qəhrəmanlığına görə, rəşadətinə görə Sasani Şahənşahı 3-cü Yezdəgerd tərəfindən mükafatlandırılır. Nə verir Cavanşirə 3-cü Yezdəgerd? Deməli, qızıl kəmər verir və qızıl saplı qılınc verir. Qızıl kəmər və qızıl saplı qılınc verir. Sonraki döyüş Ktesifon döyüşüdür. Bunun digər adı Mədain döyüşü. Mədain və ya Ktesifon döyüşü. Nə vaxt olub? 637-ci ildə. Ktesifon Sasanilərin paytaxtıdır, Sasanilər dövlətinin. Cavanşir bir müddət burada mübarizə aparır ərəblərə qarşı. Sonra anlayır ki, artıq Ktesifon da deməli, zəbt olunacaq ərəblər tərəfindən. Bunun bir axırı yoxdur. Ona görə öz ətrafındakiləri götürüb geri dönür. Hara? Albaniyaya, yəni doğma vətəninə geri dönür. Ərəblərin Cənubi Azərbaycana yürüşü, Cənubi Azərbaycanın ərəblər tərəfindən istilası. 639-cu ildə Qəzvini tuturlar ərəblər. Qəzvini tutduqdan sonra Cənubi Azərbaycanın digər bölgələrinə hücumlar başlayır. 642-ci ildə Nəhavənd və Həmədan döyüşlərində hər iki ərazi ələ keçirilir. 642. 643-cü ildə Cərmidan döyüşü baş verir. Cərmidan döyüşü. Bu Cərmidan döyüşündə deməli Azərbaycan qoşunlarına rəhbəri gedən, yəni Sasanilərin dövründə Azərbaycanın Mərzbanı, Şimali Cənubi Azərbaycandan söhbət gedir. Mərzbanı kim idi? Deməli İsfəndiyar. İsfəndiyar idi. İsfəndiyar məğlub olur. Kimlərə? Ərəblərə. Məğlub olduqdan sonra Ərdəbil deməli sülhünü imzalayır. Ərdəbildə sülh imzalayır. Bu Cərmidan ilə Ərdəbil yaxınlığındadır. 643-cü ildə Ərdəbil sülhü imzalanır. Deməli, Cənubi Azərbaycan tabi olur kimlərə? Ərəblərə. Yəni İsfəndiyar tabi olur ərəblərə. Sülh şərtləri bunlardır. 643-cü il Ərdəbil sülhünün şərtləri. 1. İmkan daxilində əhali cizyə ödəsin. 2. Cizyədən deməli məhrum edilirdi. Qadınlar, uşaqlar, xəstələr və zahidlər. Bunlar cizyə vergisi ödəmirdi. Yəni cizyədən azad idi. Əhalinin əmlakı, inancı, qanunları toxunulmaz idi. Yəni ərəblər heç kimin inancına da toxunmurdular, qanunlarına da toxunmurdular, adət-ənənəsinə toxunmurdular və sair əmlakına da toxunmurdular. Sadəcə cizyə vergisini alırdılar, çəkilirdilər. 644-45-ci illərdə, yəni ərəblər ki, Cənubi Azərbaycanı istila elədi, İsfəndiyar məğlub oldu, ərəblər bir müddətlik getdilər, vergilərini alıb getdilər. Bu müddətdə ərəblərə qarşı üsyan qalxdı. Harada? Deməli, Azərbaycan ərazisində. Söhbət Cənubi Azərbaycandan gedir. Bu zaman hakimiyyətdə xəlifə Osman idi. Yəni, Əbu Bəkirdən sonra xəlifə deməli, Osman idi. Əbu Bəkirdən sonra əslində Osman deyil, Ömər var. O, Ömərin dövrü burada qeyd olunmayıb.
Xəlifə Osman gəldi, üsyanları yatırtdı. Sonra deməli bütün müqavilələri bərpa etdi. Bütün müqavilələri bərpa etdi və bununla da Cənubi Azərbaycanın yenidən tabeçiliyini möhkəmləndirdi. İndi keçirik ərəblərin Azərbaycanın şimalına hücumu. 643-cü ildə Cərmidan döyüşü olmuşdu. Cənubi Azərbaycanda demişdik. Bu Cərmidan döyüşündə məğlub oldu Cənubi Azərbaycan, İsfəndiyar ki, tabi oldu ərəblərə, artıq Azərbaycanın şimalına yol açıldı. Qeyd edim ki, ərəblər Azərbaycanın şimalı olan Albaniyanı Arran adlandırırdılar. Deməli, ərəblər Cərmidan döyüşündən sonra 3 istiqamətdə şimala yönəlmişdilər. Şimala. Hansı istiqamətləridir? Muğan, Şirvan, Dərbənd istiqaməti. Bu 3 istiqamətdə yönəldilər. Deməli, Muğanda güclü müqavimətə rast gəldilər. Hətta orada kitabda bir texniki səhvdimi bilmirəm, deyir 3 il müqavimət göstərib, o tam dəqiq deyil, onun üzərində çox dayanmayacağıq. Lakin 644-cü ildə elə Muğanı da işğal elədilər və Muğan müqaviləsi bağlandı. Nə vaxt? 644-cü ildə. Muğan müqaviləsi. Deməli, Muğan müqaviləsinin detalları haqqında deməli Ət-Təbəri məlumat verir. Ehtiyac yoxdur o nələr deyir orada, sadəcə Ət-Təbəri məlumat verir, bunu yadda saxlayın. Nə haqqında? Muğan müqaviləsi. Nə vaxt imzalanıb? 644-cü ildə. 643-cü ildə demişdik, birinci Muğan istiqamətini dedik. Sonra Şirvan və Dərbənd istiqamətində hərəkət edən ərəb ordusu deməli Dərbəndi tutmağa çalışırdı. Bu zaman Şəhriyar Dərbənddə hakim idi. Yəni Sasanilər dönəmində Dərbənd və Şirvanın hakimi Azərbaycanın yox ha. Dərbənd və Şirvanın hakimi Şəhriyar idi. Şəhriyar nə oldu Şəhriyarla ərəblər arasında? Şəhriyar görür ki, vəziyyət belədir ki, bu ərəblərə qarşı elə bir ciddi müqavimət göstərə bilməyəcəyik və Dərbənd sülhü imzalayır. Dərbənd sülhü ərəblərlə. Dərbənd sülhünə görə birinci belə bir tətbiq olundu. Birinci şərt bu idi ki, əhali, yəni Dərbənd əhalisi tabi olmalı idi və vergi verməli idi. Tabi olmalıdır və vergi verməlidir. Lakin xəlifə belə bir strateji addım atır. Nə edir? Deyir ki, əhali vergi verməsin. Yəni vergi hansı vergi idi? Cizyə vergisi. O vaxt ərəblərin aldığı toplu ümumi vergi cizyə vergisi. Dedi ki, Dərbəndliləri xəlifə dedi. Mən vergidən azad edirəm, yəni cizyə vergisindən azad edirəm. Nəyə görə azad edirəm? Onlar orduda xidmət etsinlər, mənim ordumda xidmət etsinlər və bütpərəstlərə qarşı mübarizə aparsınlar. Yəni bütpərəstlər kimlər? Şimaldan gələn Xəzərləri nəzərdə tuturdu. Yəni onlar Dərbənd keçidiylə keçib Azərbaycana daxil olurdular. Məqsəd Xəzərlərə qarşı bir bufer zonası yaratmaq idi. Elə bu müqavilədən dərhal sonra deməli ərəblər hücum elədilər Dərbənddən şimala, yəni Xəzər xaqanlığının ərazisinə hücum elədilər. 643-cü ildə birinci Bələncər döyüşü baş verdi. Bu birinci Bələncər döyüşü 643-də Xəzərlər qalib gəldi, ərəblər məğlub oldu. Amma Dərbənd də daxil olmaqla Xəzər sahili torpaqlar və Cənubi Azərbaycan ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Deməli, Şirvan istiqamətində hərəkət edən qrup ki vardı, onun bir hissəsi ərəblər davam elədilər düz Tiflisə qədər. 644-cü ildə Tiflisi də tutdular, Tiflis də ərəb xilafətinin tərkibinə daxil edildi. Deməli, ümumiləşdirək dəyərli yoldaşlar, bu ərəb-Xəzər müharibələri, ərəblərin Azərbaycan ərazisini zəbt etməsi, bu mövzu ki var, bu biraz kitabda qarmaqarışıq yazılıb. Yəni, gərək ümumilikdə tam mövzunu öyrəndikdən sonra onu bu formada sistemləşdirib mənimsəyəsiz. Ona görə mən bunu sizin yerinizə etmişəm. Diqqətlə izləsəniz videonu tam sizə aydın olacaq. Ümumilikdə, yəni ərəblərin Azərbaycan ərazisinə ilk yürüşündə, birinci yürüşündə, yəni 643-44-cü illər ərzində olan bu birinci yürüşdə nələr əldə olundu? Ərəblər Cənubi Azərbaycanı tutdu, Xəzər sahili torpaqları tutdu, Dərbənd şəhərini tabe etdi, tutdu
və Azərbaycan ərazisindən kənarda, yəni Azərbaycan deyil, Tiflisi də tutmuş oldular. Bu 643-44-cü il. Birinci Azərbaycan ərazisində birinci ərəb yürüşünün nəticələri. Keçirik ikinci yürüşünə. Ərəblərin Azərbaycana ikinci yürüşü. Öncəliklə bildirim ki, 653-cü ildə başladı bu ikinci yürüş və Xəzər sahili torpaqlar ki var idi, ərəblər birinci yürüşdə tutmuşdular, onu yenidən tabi etdilər. Ola bilsin ki, orada müəyyən narazılıqlar olub, əks gediblər, ərəblərə qarşı gəldilər, yenidən tabi etdilər. Yenə 653-cü ildə Dərbənddən şimala getdilər, Xəzərlərin üzərinə ərəblər. İkinci Bələncər döyüşü baş verdi. İkinci Bələncər döyüşündə yenə də Xəzərlər qalib gəldi, ərəblər məğlub oldu. Xəzərlər də çox güclü orduya malik idi. Və yenə də Şimali Azərbaycan, daha doğrusu bu dəfə Şimali Azərbaycan tam olaraq tabi edildi kimə? Ərəblərə. Yəni, ərəblər Azərbaycanı tutdular, tabi etdilər. Yalnız Bələncər döyüşündə Xəzərlərə məğlub oldular. Yəni, Azərbaycandan kənarda. Bu zaman elə ki, Azərbaycanın cənubu, şimalı artıq ikinci yürüşdə ərəblərin əlinə keçmişdi. Ərəblər Bizansla ticarət rəqabəti aparmaq üçün, onlara üstün gəlmək üçün, Bizansa üstün gəlmək üçün bəzi addımlar atdı. Neynədi? Şərqdən Kiçik Asiyaya gedən ticarət yolları ki var, hansı ki, söhbət gedir Bizansın şərq əyalətlərindən Kiçik Asiyaya gedən ticarət yollarını bağladılar ərəblər. Bağladılar. Və bu ticarət yolunu, yəni Böyük İpək yolunun əsas hissəsini keçirtdilər Azərbaycan ərazisinə. Nəyə görə ərəblər bizə hücum elədilər və Azərbaycan əhalisi bu hücumda ərəblərə ciddi müqavimət göstərmədi. Səbəbləri var idi. 1. Ərəblər xoş münasibət göstərirdi. Ərəblər gəlirdi, mülki əhalinə heç bir şey olmurdu. Gəlirdi, hansısa bir ordunu məğlub edirdi, ərazini tabi edirdi, yəni əhali ilə də xoş münasibətdə idi. Söhbət Rəşidi xəlifələr dönəmindən gedir. Yəni, xəlifə Əbu Bəkir, xəlifə Ömər, xəlifə Osman və xəlifə Əli dönəmi. Bu, Rəşidi xəlifələr dönəmidir. Deməli, İslama sadiq davranırdılar. Əvvəllər bu Rəşidi xəlifələr dönəmində İslam qaydalarına, adət-ənənələrinə çox ciddi sadiqlik göstərirdilər. Bu da yerli əhalinin xoşuna gəlirdi. Yəni, yerli əhali görürdü ki, daha rahat bir cəmiyyət qurulur burada. Yalnız vergi alıb çəkilirdilər. Deyirdi ki, ancaq bizim cizyəmizi verin, sizin heç bir adət-ənənənizlə, daxili işlərinizlə işimiz yoxdur. Və ölkənin daxili həyatına heç müdaxilə etmirdilər. Heç müdaxilə edilmirdi. Bu 4 bənd imkan verirdi ki, Azərbaycan əhalisinə o ciddi müqavimət göstərməsin. Davam edirik. 722-ci ildə 3-cü Bələncər döyüşü olur. Ərəblər yenə də Dərbənddən şimala gedir, Xəzərlərin üzərinə və 722-ci ildə 3-cü Bələncər döyüşündə bu dəfə ərəblər qalib gəlir, Xəzərlər məğlub olur. Yəni 1 və 2-ci Bələncər döyüşlərində Xəzərlər qalib gəlib, 3-cü Bələncər döyüşündə ərəblər qalib gəlib və Bələncər şəhəri tutulur. Ümumiyyətlə 8-ci əsr Ərəb xilafətinin ən qüdrətli dövrüdür, dəyərli yoldaşlar. Ərəb xilafətinin ən qüdrətli dövrü hansı əsrdir? 8-ci əsrdir. Sonra, deməli, 8-ci əsrin 30-cu illərində, yəni 730-un ətrafında bu illərdə Xəzərlərin əks hücumu başlayır ərəblərə qarşı. Xəzərlər düz Ərdəbilə qədər gəlib çatırlar. Təsəvvür edin, Azərbaycanın cənubuna qədər gəlib çatırlar. O Xəzər yanı bölgələri də keçirlər, gəlib çatırlar. Və Savalan dağı ki var, burada döyüş olur. Nə vaxt? 731-ci ildə ərəblər məğlub olur, Xəzərlər qalib gəlir. Xəzərlər çox böyük bir qoşunla əks hücuma keçmişdilər. Davamlı olaraq Xəzərlər Diyarbəkiri və Mosulu da ələ keçirirlər. Diyarbəkir və Mosulu da tuturlar. Ərəb xilafəti özünü toparladıqdan sonra 731-ci ildə Van'da, yəni Van gölü yaxınlığında Hilat döyüşündə, 731 Van gölü yaxınlığı Hilat döyüşü. Bu döyüşdə
ərəblər Xəzərləri dayandıra bilir. Yəni Xəzərləri məğlub edirlər. Ərəblər qalib gəlir, Xəzərlər məğlub olur. Xəzərləri dayandıran ərəblər Xəzərləri Azərbaycandan çıxarda bilirlər. Və 8-ci əsrin sonuna kimi, 780-lər, 90-lar, 8-ci əsrin sonuna kimi Ərəb-Xəzər müharibəsi fasilələrlə davam edir və artıq 8-ci əsrin sonunda bu müharibələrə son qoyulur. Ərəb xilafətinin tərkibində Azərbaycanın sabitlik dönəmi başlayır. Davam edirik, dəyərli yoldaşlar. Mövzunu 1-2, bəlkə də 3 videoda sizə təqdim edəcəm. İzləmədə qalın. Bir də ki, dəyərli yoldaşlar, onu sizin nəzərinizə çatdırım ki, tez-tez məndən soruşulur ki, hazırlıqlarla bağlı, abituriyent hazırlıqları ilə bağlı, bəli, abituriyent hazırlıqlarımız mövcuddur və 2 məkanda əyani dərslərimiz var. Biri Nəsimi metrosuna, Bakı şəhəri Nəsimi metrosuna yaxın ərazidə yerləşən, deməli, Svetlana Məmmədova küçəsində, ikinci isə, deməli, Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksində, yəni 2 ərazidə biz əyani dərslərimizi keçirik. Eyni zamanda onlayn dərslərimiz mövcuddur. Bunun üçün, yəni dərslər üçün əlaqə saxlamaq istəyən YouTube kanalında yuxarıda birinci olaraq nömrə qeyd olunub, həmin nömrəyə WhatsApp-dan istifadə etsinlər, yazsınlar, məlumatları öyrənsinlər. Təşəkkür edirəm, izləmədə qalın.